toxumalarına nisbətən hüceyrəarası maddə daha çox olur. Bu səbəbdən sümük toxumasının tərkibində də sümük hüceyrəsi 1/3 nisbətdə olduğu halda hüceyrəarası maddə 2/3 nisbətdə olur. Eyni zamanda sümüklər sümük üstlüyü ilə örtülür ki, əsasən sümük üstlüyü sümüklərin qalınlaşmasına, hipofiz fəslinin isə ifraz etdiyi hormonlar sümüklərin uzanmasına səbəb olur. Sümüklər, insanda əsasən sümüklər qan yaradan da hesab olunur. Çünki onların tərkibində qırmızı sümük iliyi olur. Lakin elə sümüklər vardır ki, bunların tərkibində həmçinin qırmızı ilə yanaşı sarı sümük iliyi də olur. Belə sümüklər borulu sümüklər adlanır. Sümüklərin ümumilikdə 4 növü var. Bunlara borulu sümüklər, qısa sümüklər, yastı sümüklər və qarışıq sümüklər aiddir. Borulu sümüklərə başqa, əslində borulu demək uzun sümüklər deyilir. Uzun sümüklər borulu. Uzun sümüklər borulu sümüklərdir. Bu sümüklər dedikdə əsasən ətrafların sümükləri nəzərdə tutulur. Məsələn, buz, baldır, bazuz, said, onlarda hər birinin tərkibində inci, qamış, həmçinin mil dirsək olur. Yəni bunlar hamısı uzun sümüklər hesab olunur. Qısa sümüklər deyəndə isə əlin və ayaqların pəncələrindəki qısa əl darağı adlandırılır. Məsələn, belə sümüklər qısa sümüklərdir. Yastı sümüklər dedikdə çanaq sümüyü yastı sümüydür. Fəqərlər isə qarışıq sümüklər hesab olunur. İnsan orqanizmində 4 əyrilik var. Bu 4 əyrilik əsasən boyun, bel, oma, boyun, döş, bel, oma. Boyun, döş, bel, oma kimi adlandırılır. Əsasən insanda beyin şöbəsi 3 şöbəsindən daha böyük olur. Ayağın altında ayaq tağı olur. Yəni bu insanı heyvandan fərqləndirir. Yəni o cürə xüsusiləşib. Həmçinin insanda əyriliklər var ki, məsələn, lordozlar və kifozlar adlandırılır. Esvari əyrilik dedikdə boyun və bel nahiyəsinin önə doğru lordoz əyilməsi, döşün və çanağın isə, döşün və omanın isə arxaya doğru kifoz əyilliyi nəzərdə tutulur. Sümüklər əsasən yuxarı və aşağı ətraflar, kəllə qutusu və gövdənin sümükləri kimi bölünür. Əsasən birinci kəllə qutusu, başın sümükləri deyim. Burada kəllə qutusu və üst şöbəsi var. Yəni bu cürə 2 yerə bölünür. Gövdə dedikdə isə onurğa sütunu, yəni döş fəqərləri, qabriolalar nəzərdə tutulur. Həmçinin ətraflar döş sümüyü də gövdəyə aid. Onurğa, gövdə. Fəqərələr, onurğa yəni fəqərələr deyilər, qabırğalar, bir də döş sümüyü. Bir də var əsasən yuxarı ətraflar və aşağı ətraflar. Yuxarı ətraflar dedikdə əsasən sərbəst və qurşaq deyirik. Sərbəstlərə deyəndə bazuz, said də özü mil dirsək olaraq 2 sümükdən ibarətdir. Qurşaq hissə dedikdə isə bilirik ki, ilkin məməlilərdə əsasən 2 kürək, 2 körpücü, 2 qarğa olur. Yarasalarda və primatlarda 2 kürək, 2 körpücü olur. Yəni bu insan da primatlara aid olduğuna görə insanda da 2 kürək, 2 körpücü olur. Amma digər məmələrdə yalnızca 2 kürək olur da. Yəni deməli bunun insanın da qurşağında 2 kürək, 2 körpücü var. Bu da belə. Bir də var aşağı ətraflar. Aşağı ətraflar da qurşaq və sərbəst hissəyə bölünür. Sərbəst hissə dedikdə əsasən bud, baldır, inci, qamış, yəni o da baldıra aiddir də. Bud, baldır nəzərdə tutulur. Bir də qurşaq hissə dedikdə isə burada tək çanaq sümüyü var. Bu da insanın sümükləridir. İndi mən keçim əzələyə. Əzələlər əsasən əzələ toxuması olaraq başlayım ilk öncə. Əzələ toxuması özü 3 yerə bölünür. Buna saya əzələ, ennazolaqlı ürək, ennazolaqlı skelet demək olar. Yəni ennazolaqlı əzələlər özü ürəyi, dili, damağı, qırtlağı eləyir. Bunlardan dil, damağı, qırtlağı iradə olduğu halda ürək qeyri-iradə olur. Saya əzələlər isə avtonom sinir sistemi ilə tənzim olunan orqanlardır ki, məsələn, qaraciyər, böyrək, yəni bağırsaq, yəni digər orqanlar hamısı sayadır. Yəni qeyri-iradələrin çoxu sayadır. Bir dənə ürəyi orada deyirik ki, ennazolaqlıya aiddir. Daxil orqanlardan ennazolaqlı olan yoxdur başqa? Nədir ki?
dil, Tamam, damaq. onu dedim də. Yox, bax daxili orqanlardan enlə zolaqlı olan hansıdır? Bunlar. Dil, damaq. Hə, qırtlaq. Yaxşı. Onun ürəklə, məsələn, ürək də enlə zolaqlı əzələdir, qırtlaqdır, damaqdır, udlaqdır, bunlardır. Dildə. Bunların fərqi nədir? Fiziologiyaları eynidir bunların. Fiziologiyası eyni deyil. Çünki dil, damaq, qırtlaq iradidir, amma ürək qeyri-iradidir. Onlar sadəcə anatomiya cəhətdən elə bir oxşardılar da. Bəli, tamamilə doğru. Damin. Bir də var əzələlərdə, əsasən əzələlərdə deyirik ki, hə, əzələ xəstəlikləri var. Elə bil nətər, bunlarda hamısı necə təşkil olunur? Hə, məsələn, sümüklərdə mən bir şey qalmamışdı, ona görə çaşdım burada. Yadıma düşdü ki, onu deməmişəm. Deməli, mineral maddələr var. Mineral maddələrdə deyirik ki, yaş artdıqca mineral maddələrinin tərkibi artır insan orqanizmində. Bunlar da onunladır ki, tədricən o sümüklərə sərtlik verir. Amma üzvü maddələr əslində yaş artdıqca olan nisbəti ona azalır da elə bil. Bu da kiçik yaşlarda üzvü maddələr çoxalır. Bu da elastiklik verir sümüklərə. Yəni bu qalmışdı orada, onu deyim. Bir də var müəllim, hansı məsələn, üzvüqallar məsələn əzələlərə inkişafına kömək eləyir. A vitamini sümüklərə kömək eləyir. Həmçinin D vitamini sümüklərdə kalsium və fosforun yığılmasına kömək olur. Yəni bunlar da. Bir də Çatışmazlar. D vitamini çatışması böyüklərdə osteomilyasiya, kiçik yaşlılarda rəxit. Doğru. Bir də var, orada deyirik ki, hipofiz vəzisi də sümüklərin uzanmasına kömək eləyir. Yəni vəzi kimi onun adının formu şeydir. Hə, bir də var, duzların çoxalması nəticəsində sümüklərdə böyük insanlarda, yəni yaşlı insanlarda kirəcləşmə görülür. Amma ki, sümüklərin oynaqlarında formasının dəyişilməsi nəticəsində də revmatizm xəstəliyi olur. Bəli. Revmatizm, kirəcləşmə, oynaqlarda şişmə, kirəcləşmə, duzlaşma da bəzən deyirlər yaşlılarda. Yaxşı. Bu qədər. Yox, bir də şey var, hansı sümüklər sınan zaman nə etməli lazımdır var. Burxulma var, sınıq var, bir də çıxıq var. Burxulma zamanı əsasən əzələlərdəki oynaqlarını bağlayan, vətərlər